Bu ilin payızında ölkəmiz növbəti mötəbər idman tədbirinə ev sahibliyi edəcək. 3-cü MDB oyunları 28 sentyabr, 8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək. Bununla bağlı 3-cü MDB oyunlarına həsr olunan ilk mətbuat konfransında məlumat verilib. Oyunların hansı şəhərlərdə keçiriləcəyi, nə qədər iştirakçının qatılacağı da məlumdur. Hazırlıqlar nə yerdədir? Ətraflı növbəti sujetimizdə. Hər qəlbdə bir qələbə şüarı altında keçiriləcək 3-cü MDB oyunları Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkil olunacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançılar dəvət ediləcək. Bu iri miqyaslı tədbir, idman tədbiri ilk dəfə olaraq Azərbaycanın regionlarında 7 şəhərdə keçiriləcək. 5500-ə yaxın iştirakçının qatılacağı gözlənilir. Təşkilatlanma 3 klaster üzrə, 3 zona üzrə həyata keçirilir. Bunlardan birincisi Gəncədir və Gəncə regionudur. Burada Gəncə şəhəri və həmçinin Göygöl nəzərdə tutulur. Əsas qərargah, əsas idarə etmə Gəncə şəhərindən aparılacaq. 3-cü MDB oyunlarının maskotları da məlum olub. Enerjili, Mehriban Bəbir və Leyla oyunlarının simvoludur. Onlar Qafqaz Bəbirinin obrazında yaradılmaqla sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirirlər. Turnir üçün artıq könüllü proqramına da start verilib. Bölgələrdə bu istiqamətdə bir sıra tədbirlər keçirilib, gənclərlə maarifləndirici görüşlər təşkil olunub. 3000 könüllünün iştirakı nəzərdə tutulub. Tədbirin ölkəmizin müəyyən regionlarda keçirməsini nəzərə alaraq, məhz bu bölgələrlə aktiv işlər görülür. Strateji məqsədimiz məhz bu regionlarda təhsil alan və yaşayan gənclər üçün bu unikal fürsət, bu unikal təcrübəni qazandırmaqdır. Yalnız Gəncə şəhərində 1000-dən çox könüllünün cəlb edilməsi planlaşdırılır. Mətbuat konfransında yarışlarda iştirak üçün ölkəmizə təşrif buyuracaq idmançıların harda yerləşdiriləcəyi məsələsinə də toxunuldu. Regionlarımızda artıq kifayət qədər qonaqlamaya imkan verən otellərimiz müəyyənləşdirilib. Gəncə biz vurğuluyuruq ki, mərkəz olacaq, amma Gəncə sadəcə idman növləri çox olduğuna görə biz oranı mərkəz hub adlandırırıq. Digər regionlarımız da Gəncə ilə paralel eyni səlahiyyətə, eyni qüvvəyə malik olacaq. Qəbələ, Şəki, Xankəndi, Mingəçevir, Yevlax və digər rayonlarda yarışan idmançılar həmin rayonlarda mövcud olan otellərimizdə təşkil olunacaq qonaqlama prosesi. Artıq 3-cü MDB oyunlarının rəsmi internet səhifəsi də təqdim olunub. Oyunlara hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllü və media qeydiyyatı ilə bağlı ən son yenilikləri buradan əldə etmək mümkün olacaq. Qeyd edək ki, Ermənistan ölkəmizdə təşkil olunacaq 3-cü MDB oyunlarında iştirakı ilə bağlı hələlik məlumat verməyib. Xatırladaq ki, MDB oyunlarını ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhəri, 2023-cü ildə isə Belarusun paytaxtı Minsk ev sahibliyi edib. Azərbaycanın 3-cü MDB oyunlarını ev sahibliyi etməsi təsadüfi deyil. Bu iri miqyaslı tədbirlərin təşkilatçısı kimi Azərbaycanın beynəlxalq arenada növbəti uğurudur. Sənan Bəhrəmli, Pərviz Əliyev, ATV Xəbər.